Gəlin bugün bioloji mühəndisliyin əsl şah əsərlərindən birini, yəni həşəratları bir növ hissə-hissə sökək. Yəni onları planetimizin ən uğurlu canlılarına çevirən nədir? Gəlin baxaq, görək bu heyrətamiz dizaynın arxasında hansı sirlər gizlənir. 1 milyon, bu sadəcə böyük bir rəqəm deyil. Bu, alimlərin bugünə qədər tanıdığı həşərat növlərinin sayıdır. İndi bir anlıq düşünün, bu rəqəm bütün məməlilərin, quşların və sürünənlərin növlərini bir yerə yığsaq, ondan qat-qat çoxdur. Yəni əslində planetimizin əsl hakimləri məhz onlardır. Həqiqətən də Antarktidanın o dondurucu soyuğundan tutmuş, səhraların cəhənnəm istisinə qədər demək olar ki, hər yerdədirlər. Bu qədər fərqli şəraitə uyğunlaşmaq, bax bu bizi əsas suala gətirib çıxarır. Yaxşı, onları bu qədər uğurlu edən nədir axı? Elə bugün biz də məhz bu sualın cavabını axtaracağıq. Həşəratların o möhtəşəm dizaynını, layihəsini gəlin addım-addım açaq və görək onların uğurunun təməlində nə dayanır. Yaxşı, gəlin işə təməldən, yəni onların xarici quruluşundan başlayaq. Bunu bir növ avtomobilin şassisi kimi düşünə bilərsiniz. Bu, onların həm skeletidir, həm də zirhi. Çox möhkəm və modullu bir dizayn. Deməli, istisnasız olaraq hər bir həşəratın bədəni 3 əsas hissədən ibarətdir. Baş, döş və qarıncıq. Bu 3 hissənin hamısını isə xitin adlanan möcüzəvi bir material örtür. Təsəvvür edin, xitin həm polad kimi möhkəmdir, həm də çox yüngül, yəni mükəmməl bir zirək. Baş, belə deyək, idarə etmə mərkəzidir. Bütün sensorlar buradadır. Antennalar vasitəsilə ətraf mühiti sanki qoxuluyur, hiss edir. O mürəkkəb gözlər onlara çox geniş bir baxış bucağı verir. Və əlbəttə, ağız aparatları, onlar da birbaşa qidalanma strategiyasını müəyyənləşdirir. Bax, bu ağız aparatları həşərat dizaynının nə qədər uyğunlaşa bildiyini göstərən ən yaxşı nümunələrdən biridir. Sanki bir alət dəstidir. Bərk qıdanı üyütmək üçün güclü kəlbətinlər də var, mayyeni sormaq üçün zərif borular da var. Yəni, hər növ qıdaya uyğun xüsusi bir alət mövcuddur. Keçək döş hissəsinə. Bura əslində hərəkətin güc mərkəzi, yəni motorxanasıdır. O 6 ayağın hamısı, üstəlik uçuşu təmin edən qanadlar da məhz buradan çıxır. Həm yerimə, həm də uçuş. Bütün hərəkət bu mühərrikdən asılıdır. Və gəldik 3-cü hissəyə, yəni qarıncığa. Bura bir növ yardımçı hissə kimidir, amma həyati əhəmiyyət daşıyır. Tənəffüs, həzm, çoxalma, bütün bu vacib sistemlər məhz burada yerləşir. Belə, xarici şassini başa düşdük. İndi isə gəlin, belə desək, kapotu açaq və görək bu mürəkkəb mexanizm içəridə yanacağı necə emal edir. Onların həzm sistemi heyrətamiz dərəcədə sadə, amma çox səmərəlidir. Qida ağızdan daxil olur və bu yol ilə hərəkət edir. Xüsusilə gəmirici həşəratlarda o əzələli mədə qidanı mexaniki olaraq üyüdür. Sanki kiçik bir emal xətti kimidir. Hər tikədən maksimum enerjini çıxarmaq üçün dizayn edilib. Yaxşı, bəs bu mexanizm qidanı və oksigenini bədənin hər yerinə necə çatdırır? Bax, bura çox maraqlıdır. Çünki onların qan dövranı və tənəffüs sistemləri bizimkindən o qədər fərqlidir ki, yəqin ki, təəccüblənəcəksiniz. Məsələn, heç düşünmüsünüzmü ki, həşəratların qanı niyə qırmızı deyil? Bu sual əslində onların bütün qan dövranı sistemini anlamaq üçün açar rolunu oynayır və cavab, bəli, biraz qəribədir. Cavab çox sadədir. Onların qanı, yəni elmi dildə desək hemolimfa, oksigen daşımır. Qanımıza qırmızı rəngi verən məhz oksigen daşıyan hüceyrələrdir. Həşəratlarda bu yoxdur. Onların qanının işi sadəcə qida maddələrini və tulantıları daşımaqdır. Bəs oksigen? Oksigen üçün tamamilə başqa, inanılmaz bir sistemləri var. Bizim qanımız damarlardan ibarət, qapalı bir sistemdə axır, düzdür? Həşəratlarda isə belə deyil. Onlarda açıq sistemdir. Təsəvvür edin ki, hemolimfa bütün bədən boşluğuna dolur və orqanları sanki yuyur. Qarıncıqda yerləşən o sadə, boru şəkilli ürək də bu mayyəni sadəcə bədənin içində arxadan önə doğru itələyir. Bu, kiçik bədənlər üçün inanılmaz dərəcədə səmərəli, aşağı təzyiqli bir sistemdir. Hazır olun, bir təəccüblü fakt daha. Həşəratlar ağciyərsiz nəfəs alır. Bəli, düz eşitdiniz, onların ağciyəri yoxdur. Yaxşı, bəs oksigen bədənə necə daxil olur? Bax, bu, əsl mühəndislik möcüzəsidir. Onların sirri traxeya sistemidir.
Bu nədir? Təsəvvür edin ki, bütün bədənləri kiçik hava boruları şəbəkəsi ilə hörülüb. Hava bədənin yanlarındakı nəfəsliklərdən daxil olur və bu borular vasitəsilə birbaşa hər bir hüceyrəyə çatdırılır. Yəni qana ehtiyac yoxdur. Oksigen birbaşa ünvana çatdırılır. Bu, inanılmaz dərəcədə sürətli və effektiv bir sistemdir. Yaxşı, bədənin necə işlədiyini gördük. İndi isə gəlin bu sistemi idarə edən beyinə, yəni sinir sisteminə və bütün bu dizaynın nəsildən nəsilə necə ötürüldüyünə, yəni çoxalmaya baxaq. Həşəratların sinir sistemi də fərqlidir. Onlarda bizim kimi vahid mərkəzi bir beyin yoxdur. Əvəzində bədən boyunca düzülmüş sinir düyünləri, yəni qanqlionlar var. Bunları mini beyinlər kimi düşünə bilərsiniz. Hər biri öz sahəsinə cavabdehdir. Məsələn, ayaqların və qanadların hərəkətini birbaşa döşdəki qanqlionlar idarə edir. Bu nə deməkdir? Siqnalın başa gedib qayıtmasını gözləmədən ani reaksiyalar, ildırım surəti ilə. Bəs yaxşı, bu qədər uğurlu bir dizayn öz davamlılığını necə təmin edir? Cavab tək kəlmədir, metamorfoz. Yəni, həyatları boyunca tamamilə forma dəyişdirmək kimi, sanki elmi fantastika filmlərindən çıxmış bir qabiliyyət. Və bu forma dəyişmənin iki əsas yolu var. Birincisi, natamam metamorfoz. Burada bala sadəcə yetkin fərdin kiçik bir versiyasıdır. Böyüdükcə qabıq dəyişir, amma həmişə valideyninə bənzəyir. İkincisi isə tam metamorfoz və bu əsl dahiyanəlikdir. Tırtıl mərhələsi tamamilə fərqli bir canlıdır. İşi gücü ancaq yemək və böyüməkdir. Sonra pupa mərhələsində yenidən proqramlanır və kəpənək kimi tamamilə fərqli bir canlıya çevrilir. Kəpənəyin də tək məqsədi çoxalmaqdır. Bu, bala ilə valideyn arasında qida rəqabətini tamamilə aradan qaldıran mükəmməl bir strategiyadır. Deməli, həşəratların uğur düsturunu gördük. Yüngül, amma polad kimi möhkəm zirək, vasitəçilər olmadan birbaşa işləyən daxili sistemlər və həyatın hər mərhələsi üçün tamamilə fərqli bir bədənə sahib olmaq qabiliyyəti. Milyonlarla il ərzində təkmilləşən bu layihə bəlkə də bizə mühəndislik və sağ qalma haqqında bildiyimizdən daha çox şey öyrədə bilər, elə deyilmi?